hərəkət etməli olduğunuz testlərin izahına nəzərə yetirmək istəyirəm. Baxın 19-cu testimizə. The boy was made his homework by his mother. Deməli, biz burada görürük ki, məncun növdə işlənibdir. Çünki make feili to be ilə işlənibsə, deməli, məncun növdə işlənibdir. To ilə işlənibsə, yadınızda saxlayırsınız. Özündən sonra mütləq to istifadə eləməlisiniz. Amma yox, əgər to be ilə işlənməyibsə, biz bilirik ki, let-dir, make-dir. Onlardan sonra to-suz məsələ olur. Baxın, she made him do his homework. Baxın, burada artıq to be yoxdur. To be olmadığına görə məncun növdə deyil. Ona görə də biz burada artıq to do desək yanlış olar. Burada to-suz məsələ istifadə edirik. She made him do his homework. Amma nümunədə görüldüyü kimi the boy was made to be ilə bir yerdə işlənibsə, deməli məncun növdədir və to ilə işlənməlidir. Baxıram 20-ci testimizə. Burada second conditionaldır. Qeyri-real şərt budaq cümləsi. Deməli, birinci first conditional siz bilirsiniz ki, real budaq cümləsidir. Second conditional qeyri-real budaq cümləsidir. Yəni burada deyir, mənim əgər çox pulum olsaydı, çox səyahət edərdim. Deməli, burada nəyi nəzərə yetiririk? Biz burada keçmiş zamandan istifadə edirik. Zaten siz bilirsiniz ki, if olan tərəflərdə will, would, bunlar olmaz. A bəndində indiki ilə keçmiş uzlaşmır. Burada da keçmiş ilə gələcək uzlaşmır. Və həmçinin yadınızda saxlayırsınız ki, qeyri-real olduğuna görə zamanlarımızı keçmişdən seçirik. Amma keçmişi nəzərdə tutmur. Deyir, əgər çox pulum olsaydı, çox səyahət edərdim. Düzgün cavabınız olacaqdır B bəndi.